İlham sənin arvadını, qızlarını, dədun corunu, anun corunu bütün ermənilər qoysun o çəkdə. Ay Beqirət oğlu Beqirət imkan ver. Mən də 2 dəfə Göyçədən deputatlığımı namizət verdim. İkisini də mənə həbs etdiniz. Niyə? 90% Göyçədə mənə səs vermişdilər. Qovamı ala bilmirdilər. İmkan ver Neftçaladan Neftçalanın nümayəndəsi, Salyandan Salyanın nümayəndəsi, Sumqayıtdan Sumqayıtın nümayəndəsi, Bakıdan Bakılıların nümayəndəsi. Ay Beqirət oğlu Beqirət, soxuşdurursan yer azları bura, sənin nəsli, dədun, qəbrini ermənilər işləyib bu yaxında. Ay İlham Əliyev, ay oğraş, ay göz ilə görən oğraş, sən də sağsın, sənin arvadı görürsən də maketin düzəldirlər, miniyyət elətdirirlər, sənin arvadı gündə sosial şəbəkənin asırsan 1200 dənə gündə arvadı var, qız var, dədun, anun qəbrinə söylə. Hələ sən sağsın, İnsan fikirlər ki, sən olmayandan sonra nə olacaq? Anun qəbrini zorlayacaqlar, dədun qəbrini zorlayacaqlar. Oğraş köpək oğlu. Milli Məclisin deputatı nədir? Demokratiya odur ki, prezident, bələdiyyə seçkiləri, bələdiyyələr əli ilə, deputatların əli ilə xalq öz nümayəndəsini seçir. Xalq öz nümayəndəsini seçirsə Milli Məclisə, xalqın qarşısında cavab verməlidir. Bir dəfə eşitmişsinizmi hansısa Milli Məclisin deputatı, bu Qüdrət arvadı Faşə Kemaləddin gündə 100 dəfə miniyyət elətdirir bunun, oğluna da qızına da. Bu oğraşı görmüşsünüzmü? Yalandan danışır Milli Məclisdə. Görmüşsünüzmü? Xətai rayında kimləsə görüşsün, İsmailidə, Goranboyda və yaxud da Culfada kimləsə görüşsün. Və yaxud da hər hansı bir deputatı görmüşsünüzmü? Bilirsiniz, bəzi dostlar mənə deyir ki, hətta yaxın qohumlarım mənə deyir ki, Vidadi, sən bu qədər danışırsan, nə xeyri var? Millət onsuz da başa düşür. Millət başa düşür. Allah haqqı millət başa düşür. Sadəcə olaraq Heydərizm ideologiyasından biri də antimillilikdir. Sadəcə olaraq nə deyirsən deyil. Nə verirsən qarı, demək, hüquq mühafizə orqanları əllərində, məhkəmə əllərində, qanun əllərində, nə istəyirlər onu deyirlər. Ay oğraş, ay arvadı qızı Faşa. Korенной Göyçalıyam, predkimayı, milyonun bundan əvvəl biz Göyçalıyıq. Mənim ulu babam Abdülhamid Qaziyev məktəb tikdirəndə, Rus, Türk məktəbi tikdirəndə 18-ci əsrdə. Sən dədən oğraş, dədəsi kisəçi işləyirdi hamamda. Baban oğraşda, babamın atası da İraqda, üzr istəyirəm, kisəçilik edirdi. Oğraş, atamın, anamın qəbrini görə bilmirəm. 10 ildir mənim qohumlarım, mən telefon danışa bilmirəm, mənim vətənimi işğal edib bu yer azcar. Heydər Əliyevi, Heydərizmi müdafiə edən bütün yer azcar